xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Şaquli aşağı atılmış cismin hərəkəti və cisimlərin sərbəst düşməsi adlı mövzu ilə davam edirik. Birinci sualda, sərbəst düşən cismin ilk 2 saniyə ərzində yer dəyişməsini hesablayın. Sərbəst düşən cismin yer dəyişməsini h bərabərdir gt kvadratı bölü 2 düsturu ilə hesablaya bilərik. Burada J'nin və T'nin yerinə qiymətlərini qoyub, ilk 2 saniyə ərzində nə qədər yer dəyişmə icra etdiyini tapa bilərik. O zaman buradan yazırıq h bərabərdir. Sərbəst düşmə təcilinin qiyməti 10, zamanın qiyməti 2, kvadratı olar 4. Bölərik 2-yə. 40-ı 2-yə böləndə 20 metr alınır. Sualın cavabı deməli C variantıdır. İkinci sualda, sərbəst düşən cismin düşməyə başlayandan 3 saniyə sonra sürətini hesablayın. Sürəti hesablamaq üçün V bərabərdir A vurulsun T düsturundan istifadə olunur. Sərbəst düşən cismin müəyyən zaman müddətində sürətini tapmaq üçün. Buradan V bərabərdir. İndi A-nın yerinə biz elə bil ki, təcilin yerinə sərbəst düşmə təcili yazacağıq. O zaman JT olacaq. J'nin yerinə 10 yazıram. T'nin yerinə 3 yazıram. Nəticədə sürətin qiyməti 30 metr bölü saniyə alınır. Üçüncü sualda, Şaquli aşağı atılmış M kütləli cismin hərəkəti üçün Newtonun ikinci qanunun riyazi ifadəsi hansıdır? Şaquli aşağı atılmış cisim bilməliyik ki, bu cismə hərəkətinin əksi istiqamətində müqavimət qüvvəsi təsir göstərir. Bu cisim aşağı atıldığından dolayı bu cismin sürəti aşağı doğrudur. Deyirəm ki, havanın müqavimət qüvvəsi isə sürətin əksi istiqamətində, yəni yuxarı doğru təsir göstərməlidir. Deməli, buradan əvəzləyici qüvvəni tapmaq üçün ağırlıq qüvvəsindən müqavimət qüvvəsini çıxmağımız lazımdır. Nəticədə burada sualımızın cavabı D variantı olmuş olur. Dördüncü sualda, yalnız ağırlıq qüvvəsinin təsiri ilə şaquli istiqamətdə hərəkət edən cismin sürətinin proyeksiyası hansı ifadə ilə təyin olunur? Deməli, yalnız ağırlıq qüvvəsinin təsiri ilə və necə şaquli istiqamətdə yuxarı hərəkət edən. Yuxarı hərəkət edən cisim yavaşayan hərəkət icra edir. Yuxarı doğru getdikcə sürəti azalır. Bu səbəbdən dolayı da biz Vy bərabərdir. Proyeksiya dediyi üçün burada V0y üstəgəl Jy T yaza bilərik. Amma sürətin özünü soruşsaydı, burada proyeksiyaları yazmasaydıq, o zaman V0 çıxılsın JT olardı. Sualımızın cavabı C variantı olmalıdır. 5-ci sualda, yalnız ağırlıq qüvvəsinin təsiri ilə şaquli istiqamətdə hərəkət edən cismin koordinatı hansı ifadə ilə təyin olunur? Deməli, bu cisim Y bərabərdir, Y0. Yalnız ağırlıq qüvvəsinin təsiri olduğu üçün, başqa hərəkət olmadığı üçün cisim bərabər təcilli hərəkət edir. Yəni, Y0 üstəgəl V0 YT, üstəgəl JY T kvadratı bölü 2 şəklində yazılır. Sualın cavabı Y variantıdır. 6-cı sualda, sərbəst düşən cismin ilk 3 saniyə ərzində yer dəyişməsini hesablayın. Bunu hesablamaq üçün h bərabərdir gt kvadratı bölü 2 düsturundan istifadə edirik. J'nin yerinə 10 yazıram, T'nin yerinə 3-ün kvadratı bölünsün 2. Kəsirin sürəti 90, məxrəcində də 2 olduğu üçün 45 metr alınır. Sərbəst düşən cismin ilk 3 saniyə ərzində yer dəyişməsi 45 metrdir. 7-ci sualda, V0 sürəti ilə şaquli aşağı atılmış cismə yer tərəfindən təsir edən ağırlıq qüvvəsinin istiqaməti hansıdır? Ağırlıq qüvvəsinin istiqaməti həmişə yerin mərkəzinə doğru, yəni aşağı doğru, yəni 4 istiqamətində yönəlir. 8-ci sualda, sərbəst düşən müxtəlif kütləli cisimlərdən hansı yerə daha gec çatar? Yerə çatma müddəti, yəni düşmə müddəti üçün T bərabərdir kökdə 2h bölü J düsturunu yazırıq. Yerə gec çatmaq demək zamanın böyük olması deməkdir. Zamanın böyük olmasını istəyiriksə, hündürlük böyük olmalıdır. Yerdən ən böyük hündürlükdə olan 4 cismidir. Nəticədə 4-cü cisim yerə ən gec çatar. 9-cu sualda, eyni anda sərbəst düşməyə başlayan müxtəlif kütləli cisimlərdən hansı yerə daha gec çatar? T bərabərdir kökdə 2h bölü J düsturuna əsasən, düşmə müddəti hündürlükdən asılıdır.
Hansı daha yüksəkdə yerləşirsə, onun düşmə müddəti daha böyükdür, ona görə o yerə daha gec çatar. Sərbəst düşən cismin 8-ci saniyədə getdiyi yol, 2-ci saniyədə getdiyi yoldan neçə dəfə çoxdur? N-ci saniyədə gedilən yolu J bölü 2 vurulsun 2, N çıxılsın 1 düsturu ilə hesablayırıq. İndi J bölü 2'lər 8-ci saniyədə də, 2-ci saniyədə də J bölü 2'lər eyni olduğu üçün ixtisar gedir. O zaman biz nisbət yazmaq istəyiriksə yazırıq 2N çıxılsın 1, yəni 2 vurulsun 8 çıxılsın 1. Bölünsün 2 vurulsun 2-ci saniyədə gedilən yolu tapmaq üçün də N'in yerinə 2 yazmaq lazımdır. Çıxılsın 1. Bu da bərabərdir. Yuxarıda 15, aşağıda 3. Bu nisbətdə 5'ə bərabər olmuş olur. Sualın cavabı D variantıdır. 11-ci sualda isə nə qədər çoxdur deyir. O zaman biz 8-ci saniyədə gedilən yolu tapmalıyıq, 2-ci saniyədə gedilən yolu tapmalıyıq və bunların bir-birindən çıxmalıyıq ki, nə qədər çox olduğunu tapa bilək. 8-ci saniyədə gedilən yolu tapmaq üçün J bölü 2, 2N çıxılsın 1 düsturuna əsasən J'nin yerinə 10 yazıram, N'in yerinə isə 8 yazıram. Deməli, bura alınır 5, 2, 8'in 16, 16'dan 1 çıxanda 15, 15'i də 5'ə bölərik, 75 metr olar. 15'i 5'ə vuranda 75 metr. 8-ci saniyədə gedilən yol 75 imiş. İndi 2-ci saniyədə gedilən yolu tapırıq. O zaman yazıram 10 bölü 2, 2 vurulsun, N'in yerinə bu dəfə 2 yazacağıq. Çıxılsın 1. Bu da bərabərdir. 10'u 2'yə bölərik 5, 5'i də 3'ə vurarıq 15 olar. Deməli, 8-ci saniyədə gedilən yol 75 metrdir. 2-ci saniyədə gedilən yol isə 15 metrdir. Bizə isə deyir ki, nə qədər çoxdur. Nə qədər çox olduğunu bilmək üçün bunların fərqini tapmaq lazımdır. 75 metrdən 15 metr çıxıb cavabın 60 metrə bərabər olduğunu görürük. 12-ci sualda verilmiş hündürlükdən sərbəst düşən cismin düşmə müddətinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Verilmiş hündürlükdən sərbəst düşən cismin düşmə müddəti onun düşdüyü hündürlükdən asılıdır. Cismin kütləsi ilə əlaqəli deyil. 13-cü sualda sərbəst düşən cismin son sürətinin düşmə hündürlüyündən asılılıq qrafiki hansıdır? Sərbəst düşən cismin son sürəti V bərabərdir kök altında 2JH düsturu ilə hesablana bilər. Və biz buradan görürük ki, son sürət hündürlüyün kökü ilə mütənasibdir. Kök 6 asıllıq qrafiki isə burada B variantında verilmişdir. 14-cü sualda sərbəst düşən cismin düşmə müddətinin hündürlükdən asıllıq qrafiki hansıdır? Sərbəst düşən cismin düşmə müddəti üçün T bərabərdir kök altında 2H bölü J yaza bilərik. Və biz buradan görürük ki, düşmə müddəti hündürlüyün kökü ilə mütənasibdir. Kök 6 asıllıq qrafiki də burada C variantında verilmişdir. Davam edirik növbəti sualla, yəni 15-ci sualla. Sərbəst düşən cismin sürətinin zamandan asılılıq qrafiki hansıdır? Sərbəst düşən cismin sürəti V bərabərdir JT düsturu ilə hesablanır. Buna görə də sərbəst düşən cismin sürəti zaman ilə düz mütənasib asılıdır. 16-cı sualda sərbəst düşən cismin yer dəyişməsinin zamandan asılılıq qrafiki hansıdır? Sərbəst düşən cismin yer dəyişməsi JT kvadratı bölü 2 düsturu ilə təyin olunur. Bu səbəbdən dolayı da hündürlük zamanın kvadratı ilə mütənasibdir. Kvadratik asıllıq qrafiki D variantında verilmişdir. 17-ci sualda kütlələri M və 4M olan iki cisim eyni vaxtda 40 metr hündürlükdən sərbəst düşür. Düşməyə başlayandan 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətini hesablayın. Biz demişdik ki, sürət V bərabərdir JT düsturu ilə hesablanır. Və bu kütlədən asılı deyil. Yəni kütləsi nə olursa olsun, düşməyə başlayandan 2 saniyə sonra M kütləli cismin sürəti də V bərabərdir JT düsturuna əsasən 20 olacaqdır. O birisi cismin kütləsi də JT düsturuna əsasən 20 olacaqdır. Yəni burada kütlələrin bir önəmi yoxdur. Hər ikisi 2 saniyə sonra 20 metr bölü saniyə sürətə sahib olacaqdırlar. Ona görə də birinin digərinə nəzərən sürəti 0-a bərabər olacaqdır. Çünki birinin digərinə nəzərən sürətini tapanda sürətlərin modullarını bir-birindən çıxırıq. 18-ci sualda 180 metr hündürlükdən sərbəst düşən cismin
Uçuş müddətini hesablayın. Uçuş müddətini kök altında 2h bölü j düsturu ilə hesablaya bilərik. Buradan yaza bilərik kök altında 2 vur 180 böl 10. Kök altında 36 alınır. Kök altında 36'dan da 6 çıxır. Deməli, cismin uçuş müddəti 6 saniyədir. Növbəti sualda da uçuş müddətini istəyir. O zaman biz burada yazırıq kök altında 2 vurulsun 125 bölü 10. Kök altında 250'ni 10'a bölsək 25, 25'dən kök çıxsa 5 saniyə olar. Deməli, cismin uçuş müddəti 5 saniyəyə bərabərdir. 20-ci sualda cisim 5 metr hündürlükdən sərbəst düşür. Düşmə müddətini hesablayın. Düşmə müddəti t bərabərdir kök altında 2h bölü j düsturu ilə hesablanır. Buradan t bərabərdir kök altında 2 vur 5 bölü 10 yazsaq, düşmə müddətinin 1 saniyəyə bərabər olduğunu görərik. 21-ci sualda h hündürlüyündən sərbəst düşən cisim yerə v sürəti ilə dəyir. Bu cisim 2h hündürlüyündən düşərsə yerə hansı sürətlə dəyər? Cismin yerə dəymə sürəti v bərabərdir kök altında 2jh düsturu ilə hesablanır. Və biz buradan görürük ki, yerə dəymə sürəti hündürlüyün kökü ilə mütənasibdir. Yəni, hündürlük əgər h-dan 2h-a qədər qaldırılırsa, o zaman cismin sürəti də v-dən kökdə 2v-yə artmalıdır. Çünki h-ın kökü ilə mütənasibdir. H 2 dəfə artıbsa, sürət kökdə 2 dəfə artmalıdır. 22-ci sualda h hündürlüyündən sərbəst düşən cisim yerə v sürəti ilə dəyir. Bu cisim 3h hündürlüyündən düşərsə yerə hansı sürətlə dəyər? Yenə də v bərabərdir kök altında 2jh düsturuna əsasən deyirik ki, yerə dəymə sürəti hündürlüyün kökü ilə mütənasibdir. Əgər hündürlük h-dan 3h-a qədər dəyişirsə, o zaman sürət də v-dən kökdə 3v-yə qədər dəyişməlidir. 23-cü sualda İpə bağlanmış cisim müəyyən hündürlükdə şaquli müstəvidə çevrə üzrə bərabər sürətlə fırladılır. Cisim A nöqtəsində olduqda ip buraxılarsa, onun hərəkət trayektoriyası hansı şəkildə düzgün təsvir olunmuşdur? Əgər A nöqtəsində olanda buraxılarsa, A nöqtəsində cismin xətti sürətinin istiqamətinin yuxarı doğru yönəldiyini görürük. O zaman bu cisim yuxarı doğru atılacaq, yəni müəyyən qədər yuxarı qalxacaq. Sonra isə nə edəcəkdir? Aşağı düşəcəkdir, yerə düşəcəkdir. O zaman sualımızın cavabı D variantı olmalıdır. 24-cü sualda O nöqtəsindən sərbəst düşən cismin hərəkət trayektoriyası təsvir edilmişdir. 1 və 2 nöqtələrində cismin sürətinin və təcilinin modulları arasında hansı münasibət doğrudur? 1 və 2 nöqtələrində hər iki nöqtədə cismin təcili sərbəst düşmə təcilinə bərabərdir. Yəni 1 nöqtəsindəki təcil də j qədərdir, 2 nöqtəsindəki təcil də j qədərdir. O zaman 1 və 2 nöqtələrindəki təcillər bir-birinə bərabərdir. Amma sürət yerə doğru gəldikcə artır. Yəni 2 nöqtəsindəki sürət 1 nöqtəsindəki sürətdən daha böyükdür. O zaman sualımızın cavabı A variantı olmalıdır. 25-ci sualda bizə burada impuls deyir. İmpuls sürətlə əlaqəli olan kəmiyyətdir. MV. Əvvəlki məsələdə biz demişdik ki, ikinci nöqtədəki sürət birinci nöqtədəki sürətdən böyükdür. O zaman biz deyə bilərik ki, ikinci nöqtədəki impuls birinci nöqtədəki impulsdan böyükdür. Amma qüvvə dediyimiz kəmiyyət təcillə əlaqəlidir. Yəni, 1 və 2 nöqtələrindəki təcillər bir-birinə bərabər olduğundan 1 və 2 nöqtələrindəki qüvvələr də bir-birinə bərabər olmalıdır. P2 P1-dən böyükdür, amma qüvvələr, yəni F2 F1-ə bərabərdir. 26-cı sualda bir cismi sükunət halından üfüqi istiqamətdə hansı sabit təcillə hərəkətə başlamalıdır ki, özündən 1,5 metr məsafədəki N nöqtəsinə 20 metr yüksəklikdən sərbəst düşən cisim ilə eyni vaxtda çatsın. Hər ikisi hərəkətə eyni anda başlayır. Baxın, deyir ki, özündən 1,5 metr məsafədəki N nöqtəsinə. N nöqtəsi buradadır və bir cismi buradan hərəkətə başlayır. Özündən 1,5 metr məsafəsi var imiş N nöqtəsinə qədər. Və deyir ki, 20 metr yüksəklikdən sərbəst düşən cisim ilə eyni vaxtda çatsın. İndi sükunət halından hərəkətə başlayır və sabit təcillə hərəkətə başlayır. O zaman biz deyə bilərik ki, bir nöqtəsindən gələn cismin biz
təcilini hesablamaq üçün S bərabərdir AT kvadratı bölü 2 düsturundan istifadə edə bilərik. Yəni, bir nöqtəsindən cisim hərəkətə başlayır. Bu cismin hərəkətini S bərabərdir AT kvadratı bölü 2 şəklində yaza bilərik. Bu öz yerində olsun. Digər bir cisim isə 20 metr hündürlükdən düşür. Bunun nə qədər müddətə düşdüyünü tapa bilərik. T bərabərdir kök altında 2H bölü J. Bu da bərabərdir kök altında 2 vurulsun 20 bölünsün 10. O da bərabərdir 4 saniyə. Deməli, yox, 4-dən kök çıxır, 2 saniyə olur. Deməli, 20 metr yüksəklikdən sərbəst düşən cisim 2 saniyə ərzində yerə çatır. Və bizə məsələnin şərtində deyir ki, o birisi də həmən zamana çatsın. Eyni vaxtda çatsınlar deyir. O zaman bir nöqtəsindən gələn cismin də 2 saniyəyə çatması lazımdır. S bərabərdir AT kvadratı bölü 2-dən bizə təcil lazımdır. Çünki deyir ki, hansı təcillə hərəkətə başlamalıdır? O zaman biz A bərabərdir 2S bölü T kvadratı yaza bilərik. Buradan A bərabərdir 2 vurulsun. S-in, yəni yerdəyişmənin qiyməti, burada baxırıq ki, 1,5 metrdir. 1,5 metr yerdəyişmə icra edəcəyi üçün biz S-in yerinə 1,5 yaza bilərik. Bölünsün T-nin kvadratı. T-nin qiyməti 2-dir, kvadratı 4 olar. Bu da bərabərdir 3 bölü 4, bu da bərabərdir 0,75-ə bərabər olmuş olar. Deməli, cisim 0,75 metr bölü saniyə kvadratı təcillə neynəməlidir? Hərəkətə başlamalıdır. O zaman burada sualımızın cavabı B variantı olmuş olacaqdır. 27-ci suala davam edirik. Cisim yer radiusuna bərabər hündürlükdən yerə doğru hərəkət edir. Bu cismin hərəkəti necə hərəkətdir? Deməli, cisim müəyyən hündürlüyümüz dedikdə çox böyük hündürlükdür, yer radiusuna bərabər hündürlükdür. Buradan yerə doğru hərəkət edir. Bu yer olsun, bu da bizim cismimiz olsun. İndi, belə deyək, aşağı doğru gəldikcə J bərabərdir. JM bölünsün R üstəgəl H-ın mörtərizə kvadratı düsturuna əsasən, biz deyə bilərik ki, yerə doğru gəldikcə hündürlük azalır. Hündürlük azaldığı üçün sərbəst düşmə təcili artır. Baxın, sərbəst düşmə təcili artır. Yəni, artan təcillə hərəkət eləyir. Və cisim yerə doğru gəldiyi üçün sürəti yerə doğrudur. Sərbəst düşmə təcili də zaten yerə doğrudur. Hər ikisi yerə doğru olduğundan dolayı, yəni hər ikisi eyni istiqamətdə olduğundan dolayı, cisim yeyinləşən hərəkət etməlidir. Necə yeyinləşən? Artan təcillə yeyinləşən hərəkət icra etməlidir. 28-ci sualda, yer səthi yaxınlığında cismin hər hansı hündürlükdən düşmə müddəti T-dir. Kütləsi yerin kütləsinə bərabər, radiusu yerin radiusundan 2 dəfə böyük olan planetin səthi yaxınlığında eyni hündürlükdən cismin sərbəst düşmə müddəti nəyə bərabərdir? Sərbəst düşmə müddəti üçün T bərabərdir kök altında 2H bölü J düsturunu yazaq ilk növbədə. Buradan T bərabərdir kök altında 2H bölünsün. Sərbəst düşmə təcilinin yerinə yazıram. J, M bölünsün R-in kvadratı. İndi bölünsün R-in kvadratı olduğu üçün bu R kvadratı kəsrin surətinə qalxır. Bərabərdir kök altında 2H və JM-i olduğu kimi yazıram. R kvadratı isə kök altından R şəklində çıxır. Bu düstura əsasən biz görürük ki, cismin düşmə müddəti planetin radiusu ilə mütənasibdir. Planetin radiusunu əgər 2 dəfə artırırıqsa, o zaman düşmə müddəti də 2 dəfə artmalıdır. Yəni, əvvəl T-yə bərabər idisə, indi 2T-yə bərabər olmalıdır. 29-cu sualda da eyni söhbətdən danışılır. Düsturu təkrardan yazaq. Kök altında 2H bölü JM vurulsun R. Burada deyir ki, radiusu yerin radiusundan 2 dəfə kiçik olan, yəni radiusu 2 dəfə azalt deyir bizə. Radiusu 2 dəfə azaldıramsa, o zaman düşmə müddəti də 2 dəfə azalmalıdır. Yəni, əvvəlcə düşmə müddəti T-yə bərabər idisə, indi düşmə müddəti
t bölü 2'ye bərabər olmalıdır. Növbəti sualda bizə deyir ki, cisimlərin yer səthinə çatan andakı sürətlərinin nisbəti nəyə bərabərdir? V bərabərdir kökdə 2 GH düsturuna əsasən biz görürük ki, cisimlərin yerə düşmə müddəti hündürlüyün kökü ilə mütənasibdir. O zaman biz buradan V2 bölü V1 bərabərdir. Kök altı ilə mütənasib olduğu üçün kök altında H2 bölü H1 yaza bilərik. Bu da bərabərdir. H2'nin yerinə 4H, H1'in yerinə isə H yazacağıq. 4H'ı H'a bölərsiz 4 qalar. Kök altında 4'dən də 2 çıxar. Yəni sualımızın cavabı 2 olmalıdır. Növbəti sualda da eyni məntiqdir. Buradan da təkrardan yazacağım V2 bölü V1 kök altında H2 bölünsün H1. Bərabərdir. H2'nin yerinə 9H, H1'in yerinə isə H yazırıq. Kök altında 9H bölü H'dan kök altında 9 və oradan da 3 çıxar. Deməli, sualımızın cavabı 3'ə bərabərdir. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.